Allah Teala səmavi kitab olan Quran-ı Kərimdə biz insanları öyüd və nəsihət etməsi üçün yetəri qədər ayətlər, dəlillər, subutlar, nişanələr göndərmiş. Amma çox əfsuslar, biz bəzən onu dərk etmədik, bəzən də xurafatlarla, bəzən də kör-körənə təqlidçiliklə həqiqətdən özümüzü uzaq saldıq. Bir sözlə Quranımızdan uzaq düşdük. Tövsiyəm hər dəfə sizə və özümə ilk öncə odur ki, əgər çox kitaba vaxt ayırmaq istəsək, ümdə Quran-ı Kərimə vaxt ayırmalıyıq. Amma acı həqiqət də olsa, cavanlı, qocalı, əgər biz burada yüzlər insanların içərisində sorğu aparsaq ki, Quran oxumusan, oxumamsan, əminliklə bunu söyləmək olar ki, hələ də aramızda cavan qoca fərq eləməz, xanım kişi fərq eləməz, hələ də oxumamışam deyənlər olacaq. Mən say göstəricisi azdır, çoxdurunu demirəm, amma hələ də oxumamışam deyənlər olacaq.